Ramil, yeni biznesə başlamaq istəyən sahibkar. Leyla, hüquqşünas, məhkəmə işləri üzrə mütəxəssis. Leyla, bax, qəhvə aparatları, oturacaqlar, soyuducu, hamısı hazırdır. Satıcı deyir ki, cəmi 4 ay işlənib, qiymətləri də münasibdir. Bu qədər yeni avadanlıq münasib qiymətə mənə biraz şübhəli gəldi. Deyir, obyekti bağlandığı üçün artıq istifadə eləmir, ona görə satır. Ola bilsin ki, avadanlığı girov qoyub, ona görə belə münasib qiymətə satır. Biz bunu daşınar əmlakın yüklülüyünün dövlət reyestrində axtarış eləyərək yoxlaya bilərik. Bəs nəyin əsasında axtarış aparıla bilər? Axtarışı bildiriş nömrəsinə, hesabın növünə və ya seriya nömrəsinə görə aparmaq mümkündür. Məsələn, fiziki şəxslə bağlı onun fərdi identifikasiya nömrəsi və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, yəni VÖN-ü, hüquqi şəxslə bağlı onun VÖN-ü, əcnəbi ilə bağlı onun pasportunun seriya və nömrəsi, xarici hüquqi şəxslə bağlı isə qurumun adına görə axtarış etmə mümkündür. Həmçinin, əgər daşınar əmlakın artıq dəydirdə girov kimi qeydiyyata alındığını bilirsənsə, həmin girov əsasında yaradılmış bildiriş nömrəsinə və əgər varsa, əmlakın seriya nömrəsinə görə də axtarış apara bilərsən. Bax gör, soyuducunun seriya nömrəsi var. Bu avadanlıq hazırda bank qarşısında girov qoyulub. Yəni, onu alsan, gələcəkdə problem yaşaya bilərsən. Borclu şəxs borcunu ödəmədiyi təqdirdə girov qoyduğu əmlakına tutma yönəldilə bilər. Sən olmasaydın, bu biznes elə başlamamış çökə bilərdi. Təşəkkür edirəm Ramin və bilməyini istəyirəm ki, axtarışı qeydiyyatdan keçmədən tam ödənişsiz formada apara bilərsən. Sadəcə buradan məlumatı daxil eləyirsən və nəticəni dərhal görürsən. Bəs bu məlumatlar hamı üçün niyə açıqdır? Çünki bu hamının hüququdur. Əgər bir əmlak üzərində hər hansı yüklülük varsa, alıcı bunu əvvəlcədən bilməlidir. Bu hüquq daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının qanunu və daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması qaydaları ilə tənzimlənir. İnsan bazar qiymətinə aldananda hüquqi riski unudur. Amma reyestr sanki sənin hüquqi gözündür. Və yaxşı ki, o göz hər kəs üçün açıqdır. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri. Risklərdən qorunmaq üçün ilk addımınız.